Maraqlı mövzulardan biri daim Azərbaycan mediasında bu yayımlanan, əsasən də son illərdə 5-ci kolon, 5-ci kolon. İndi bu yaxınlarda Türkiyədə də bu İmamoğlu məsələsində onun əlaqələri və s. orta kimlərlə danışıb, kimlərlə və s. əlaqə saxlanmağa çalışıb, hətta ona yaxın şirkətlər kimlərəsə pul verir və s. İndi bunun doğruluğu nə qədər, bunu Türkiyə hüquq mühafizə orqanları özəl müəyyənləşdirirlər. Türkiyədə zaten məhkəmə azaddır. Yəni bu məsələdə heç kəsin şübhəsi olmasın ki, bu tam ədalətlə araşdırılacaq və ortaya qoyulacaq. Amma burada bir məsələ var. Türkiyə-Azərbaycan bizi yaxınlıqlarımız var çox və əsasən də bir də yaxınlardan biri 5-ci kolonlarımız. Yəni Türkiyənin illərdir Türkiyə NATO üzvü olandan sonra ümumiyyətlə Osmanlı daxilə süquta uğrayandan sonra onun ərazisinin bir hissəsində, kiçik bir hissəsində Türkiyə Cumhuriyyəti adlı bir dövlət qurulandan sonra Türkiyə və hələ xüsusi 2-ci Dünya Savaşı'ndan sonra NATO üzvü olandan sonra Türkiyədə Amerika çox güclü bir tərəf oldu. Yəni Türkiyə, hətta Türkiyənin Böyük Milli Məclisində bir otaq vardı. Orada Amerikalı hərbiçi otururdu və o müdaxilə edildi. Məsələn, oradakı verilən qərarlara qədər. Yəni bu qədər Amerika Türkiyədə güclü idi, 5-ci kolonu var və s. Amma bu FETÖ məsələsindən sonra yavaş-yavaş Rəcəb Tayyip Ərdoğan bunu təmizləməyə başladı. Amma Amerika o qədər dərindədir ki, Türkiyədə buna təmizlik qutara bilmir. 100 gündə bir şey çıxır. Amma mən siz fikir verin, Türkiyə Amerikanı təmizləməyə başlayandan sonra əsasən 2016-cı bu hərbi çevriliş uğursuz cəhdindən sonra Amerikanın 5-ci kolonunun Türk hakimiyyətinə qarşı, milli hakimiyyətinə qarşı və onun lideri Ərdoğana qarşı Türkiyə inkişaf etməyə başladı. Mənim yadıma biz Türkiyə Cumhuriyyətini nə ilə tanıyırıq 1990'ların əvvəllərində? Teksunla, margarin yağı Teksunla. Amma indi Türkiyəni nə ilə tanıyırıq? Bayraktarla, Akıncı ilə, TOG'la, digər bələdiyyə sistemi ilə və s. Yəni ki, bu inkişafla tanıyırıq biz Türkiyəni. Çünki nə vaxt bu baş verdi? Bu Türkiyə bu təkan oldu. Türkiyə dünyada, regionda və sonra da dünyada, regionun bir başqa hissələrində başladı söz sahibinə çevirməyə, ciddi oyuncuya çevirməyə, 5-ci kolon Amerikanın başlayanda təmizlənməyə. Yəni ki, hər bir dövlət üçün önəmlidir ki, böyük hədəfləri və böyük tarixi olan ölkə üçün, böyük hədəfləri olan ölkə üçün onun daxilində hər hansı bir ölkənin 5-ci kolonu geri təmizlənməli ki, o milliləşsin və inkişaf etsin. Yoxsa milliləşmə inkişaf edir şüarlarla deyil. Və biz bunu Türkiyə nümunəsində gördük və Azərbaycanda da eyni 5-ci kolon Rusiyanın olub. Yəni bu Çar Rusiyası, sonra SSR müstəqilimizi bərpa edəndən sonra bu dərində idi. Və indi yavaş-yavaş Türkiyənin də güclənməsi, Türkiyənin 5-ci kolonunun öz 5-ci kolonuna zərbə endirməsi, Azərbaycana Qarabağın azadlığında azad olması dəstək, siyasi dəstəyin verilməsi, mənəvi dəstəyin verilməsi və s. Azərbaycan da artıq yavaş-yavaş nüfuzunu da dünyada qaldırmağa başladı və Azərbaycan üçün artıq əlləri açıldı ki, bu özünün 5-ci kolonundan. Amma məsələn, Türkiyədə bu Amerikacı, Azərbaycanda Rusiyadır. Bununla mübarizə aparır. Məndə bu Ramiz Meçin məsələsi nə qədər ciddidir, bunu vaxt göstərir. Yəni ev dostlarlığı mən bu 5-ci kolonla ciddi mübarizə aparmıram. 5-ci kolonla o mübarizə odur ki, onun başı və onun ətrafı həbs edilir. Yəni Türkiyədə necə biz bunu gördük. Ciddi olaraq zərbə verir. Yoxsa da başına ev dustağı verib və ətrafına da heç kəsə əl dəyməmək bu mübarizə deyil. Amma indi görək. Amma yenə deyirəm, Azərbaycan hakimiyyəti həqiqətən də böyümək istəyirsə, dövlətini böyük görmək istəyirsə, dövlətini milli görmək istəyirsə, bu dövlətdə iqtidarın da, müxalifətin də, mediasının da bir tərəf segmentini də, QHT sektorunu da hamısı milli görmək istəyirsə, həqiqətən Rusiya 5-ci kolonla mübarizə aparmır. Əgər bu ciddi mübarizə olacaqsa, milli müxalifət olaraq biz onların yanında olacaq. Amma bu ciddi mübarizə olacaqsa. Yəni, yoxsa elə sözdə deyir və sonra da bu örtbasdır eləyəcəksə, yox. Məsəl üçün. Biz bunu görmək istəyirik. Yəni, Türkiyədə olan 5-ci kolonla mübarizə, Azərbaycan hakimiyyətini də görmək istəyir. Yəni, həqiqətən də Türkiyə Turan qurmaq istəyirsə, Azərbaycan da Turan qurmaq istəyirsə, Türkiyə 5-ci kolonunu tam sıradan çıxartmalı. Türkiyə bu vaxtda göndərilirlər də artıq ciddi adımlar atır. Amerika da 5-ci kolonunu Rusiya simasında sıradan çıxartmalıdır. Bu olmayan halda biz nə Turan göründürük, nə güclü Azərbaycan göründürük. Yəni, milli güclü dövlətin yolu daxildə olan
5-ci kanallarla təmizlənmədən gedir. Bu olmasa hansısa bir böyüklükdən, inkişafdan danışmaq təbii ki, yersiz olacaq. Görək, gözləyək, görək, ümid edək, dua edək və bu yöndə hərəkət edək.